Pandora modellərin bütöv Pandoradır. Baxın bunlar. Dəbdən düşməyən Hermes qolbaq modellərimizdir ki, həm toptanı münasibdir, həm pərakəndəsi. Saat modellərimizdir, bəli. Bunların isə topdan qiyməti 5 manat olacaq, pərakəndəsi isə 7 manat təşkil edir. Bizi qarşılayır boyunbağı modelləri, hansı ki, polad olan modellərdir, gündəliyə, həmçinin. Bura Sədərək, Abşeronda deyil və irəliləyirsiniz Rahat Supermarket. Salam əzizlər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti bijuteriya toplantılarından detallı video çəkib hazırlayırıq ki, bura Sədərək, Abşeronda deyil, bu dəfə Neftçilər metrosu yaxınlığında yerləşən bijuteriya toplantısından detallı videomuzu hazırlayırıq. Ötən il bu mağazanın İnşaatçılar mağazası, İnşaatçılar filialında çəkilişimiz olmuşdu. Bir ay olar ki, Neftçilər filialı fəaliyyətə başlayıb. Onun üçün istədik burada yaxın ərazilərdə yaşayan izləyicilərimiz, bu ərazilərdə yaşayan onlayn satışla məşğul olanlar rahat şəkildə gəlib bu mağazadan da topdan alışlarını eləyə bilər. İndi isə ünvanı sizə başa salım, rahat şəkildə necə gələ bilərsiniz. Gördüğünüz kimi Neftçilər metrosunun 5-ci çıxışından çıxırsınız və irəliləyirsiniz. Rahat Supermarketi görəcəksiniz. Rahat Supermarketindən də qarşısına irəliləyirsiniz. Mələk Parfümeriya Kosmetika, Mələk mağazası ilə üzbəyüz favori aksesuar mağazasını görmüş olacaqsınız ki, yenə də hər hansı sual olarsa, çətinlik olarsa məkanla bağlı əlaqə saxlayıb ünvan konumunu alıb rahat şəkildə gələ bilərsiniz. Gördüyünüz kimi Mələk Parfümeriya mağazası və onunla üzbəyüz favori aksesuar mağazasıdır ki, keçib içəri inşallah sizlərlə çeşidlərlə və qiymətlərlə tanış edək getdik. Mağazalar dostlar, ümumi olaraq məlumat verim ki, favori aksesuar mağazasının şəhərdə 3 filialı var. Həzi Aslanov, İnşaatçılar və bu yeni açılan Neftçilər filialıdır ki, bura əsasən topdan alış üçün nəzərdə tutulub, topdan satış üçün nəzərdə tutulub bu filial, bu fəaliyyət, amma pərakəndə olaraq da yəni gəlib ala bilirsiniz. İnşaatçılar mağazasında ötən il çəkilişimiz olmuşdu, metro yaxınlığındadır, həmçinin Həzi Aslanov metrosu yaxınlığında da digər 3-cü filialı var ki, rahat şəkildə sizə olan pərakəndə alıcılar bu üç ünvandan birinə yaxınlaşıb rahat şəkildə alışını eləyə bilər. Topdan alış istəsəz yenə də oradan ala bilərsiniz, amma burada daha çox çeşid və daha çox stokla fəaliyyət göstərir ki, topdan alıcılar mağaza istəyir, mağaza sahibləri olsun, istəyir onlayn satıcılar olsun, gəlib buradan alış eləyə bilər. İndi isə mağaza müdürü Xaliq bəydən biz sizə ümumi olaraq daha detallı məlumat vermək üçün Xaliq bəydən biz dəstək kömək alacağıq. Xoş gördük Xaliq bəy. Salam, xoş gəlmisiniz. Bijuteriya mağazasında, bijuteriya sferasında toplantılardan çox çəkilişlərimiz olub. Son illərdə də bilin bir 3-4 ay ən sonuncu çəkdirmiş, bir 3 ay bundan əvvəl olub. İndi bu yay girəndən yeni mövsümlə bağlı sual ilk olaraq bundan başlayaq. Sonra isə inşallah keçib məhsullarına davam eləyərik ki, son illərdə, son bu aylarda bijuteriya aksesuar kateqoriyasında tələbat necədir, artıb, azalıb və trend mövsümlə bağlı hansı məhsullar hal-hazırda dəbdədir, daha çox satılır və mağaza pərakəndəçiləri və yaxud da onlayn satıcılara bir onlara da fikir olaraq bilsinlər, onlara da həmin məhsullara belə deyək, daha çox meyl eləsinlər. Ümumi olaraq tələbat belə deyim ki, bəli, tələbat ili-ildən bijuteriya bazarında artmaqda davam edir. Məhz elə ona görə də biz 3-cü filialımızı açmağa qərar verdik. Xeyirli olsun. 3-cü filialımız yerləşir Neftçilər metro stansiyası 5-ci çıxışda. Bu da təbii ki, müştərilərin rahatlığı üçün nəzərdə tutulub. Həm topdan, həm də ki, pərakəndə şəkildə fəaliyyət göstəririk. Ümumi olaraq trend olan məhsullarla istəsəz davam eləyək, məhsullarımızı təqdim eləyək. Hal-hazırda ən çox mövsümün yay mövsümünün təsiri olan yəqin ki, məhsullar var ki, hansı ki, onlar... Ümumiyyətlə, bijuteriya bu cür deyim ki, yay mövsümündə digər mövsümlərə nisbətdə daha çox tələb olur və daha çox satış olunur. Bu tərəfdən onda girişdən, sağ tərəfdən başlayaq. Burada bizi qarşılayır boyunbağı modelləri, hansı ki, polad olan modellərdir, gündəliyə, həmçinin burada məsələn uzun olan modellərdir, 80 sm, 1 metr olan modellərimizdir. Arxa kadrda hamısını göstərməyə çalışacağıq. Bir-birdə indi buradan da hansı modellər yenidirsə, belə deyək, yeni modellərimiz yaygın olmayan modelləri onlar daha yaxından göstərək. Şablon, onu da qeyd edeyim ki, qiymət olaraq həm topdan, həm pərakəndə qiymət. Əsas yəni məqsədimiz çatdırmaq o idi ki, mağaza səhər saat 9-dan axşam saat 9-a qədər fəaliyyət göstərir və qiymət olaraq da Sədərək, Abşeron və digər ticarət mərkəzlərindən eyni qiymətə verilir ki, rahat şəkildə yəni topdan alıcılar əgər ora gedə bilmirsə, çatdıra bilmirsinizsə, yol uzaqdırsa, istidirsə, hava ilə bağlı və s. digər nüanslarla bağlı, yəni buradan da gəlib həm Sədərəkdə olan standart həmən bijuteriya modellərinin həmçinin də sırf favori mağazasının özünün seçib gətirdiyi ekskluziv modellər var ki, onları da buradan rahat şəkildə əldə edə bilərsiniz. Bunlar bildiyimiz
Van Cleef modellərimizdir, həmişə dəbdə olan modellərdir. Həmçinin növbəti burada 80 sm 1 metr olan modellərimizdir ki, paltarın üzərindən xanımlar belə deyək, aksesuar kimi istifadə eləyir. Yəni bunlar hər bir bəli boyunbağı set modelləridir. Yəni paltarın üzərindən istifadə eləyirlər. Daha sonra Dolce Gabbana belə. Bəli, bu isə digər bir maraqlı modelimizdir. Siz də hansı indi mən öz zövqümlə baxıb belə gözümə xoş görünənləri göstərməyə çalışacağam. Siz də o yeni, daha ekskluziv olan modelləri elə bu video vasitəsilə izləyicilərə, satıcılara, əsasən ondan satış edənlərə çatdıraq ki, onlar da görsünlər. Belə deyək ki, müştərilərinə çatdırılsınlar. Bijuteriya kateqoriyası elədir ki, daimi yenilik tələb edir ki, müştərilərlə də daimi yeni məhsullar təqdim eləyəsiniz ki, bir növ satış daimi getsin. Burada da standart, yəni gündəliyə istifadə olunan modellərdir və burada yay üçün belə deyək, heç vaxt dəbdən düşməyən Hermes qolbaq modellərimizdir ki, həm topdanı münasibdir, həm pərakəndəsi. Onlarla yanaşı burada nomination qolbaq modelləridir. Rəngləri ilə stoklarımızda mövcuddur. Bunlar da həmçinin topdan və pərakəndə olaraq münasib qiymətlərə nəzərdə tutulubdur. Və daha sonra burada baxın belə mineli üzük modellərimizdir ki, bunların qolbaqları da mövcuddur. Yay üçün modelləri də əsas. İdeal modellərdir. Çeşidləri çoxdur. Baxın, burada bu formada modellərimiz də gəlib. Yəni stoklarımız var. Çünki bu mağaza əsas mərkəz olaraq topdan kimi fəaliyyət göstərir. Belə istəsəz davam eləyə bilərik. Burada da həmçinin gündəlik istifadə eləyə biləcəyiniz polad materialdan olan boyunbağı modelləridir. Həm pərakəndəsi, həm də topdanı çox münasib nəzərdə tutulur. Topdanın nümunə olaraq bir neçəsini topdanı məsələn göstərə bilərəm. Məsələn bu məhsulun hal-hazırda qiyməti, pərakəndə qiyməti 5 manatdırsa, topdan qiymət olacaq 2 manat 50 qəpik. Və standart olaraq digər bijuteriya toplantılarında olduğu kimi bu toplantıcı mağazadan da ilkin olaraq onlayn satış eləmək istəyənlər ilkin olaraq 50 manat sifariş verilir. Mağazanın belə deyim, müştərisi siyahısına daxil olunur və daha sonra növbəti alışları yenə də 15-20 manat kiçik alışlarda yəni topdan qiymətə alışını elə biləcək. Amma ilk olaraq 50 manat minimum alış olmalıdır ki, siz topdan qiymətə Xarqi bəyin qeyd etdiyi kimi topdan qiymətə 50% həmin fərqini ala biləsiniz ki, siz də öz satışlarınızı elə pərakəndə qiymətə eləyib müəyyən qədər qazancınızı qazanasınız. Polad modellər həm gümüşü rənglə, həm qızılı rənglə olan çeşidləri var. Standart bunlar hamısı 5 manat pərakəndəsidir. Topdan qiymət 2 manat 50 qəpik. Burada gördüyünüz bütün sef modelləri tək qiymət, topdan qiyməti 2 manat 50 qəpikdir. İstəyirsiniz buradan biz keçid eləyək, hansı ki həmişə dəbdə olan saat modelləri, ilan modellər. Bunların bizdə pərakəndə satışı 15 manat təşkil eləyəcək. Gördüyünüz kimi çeşidləri də mövcuddur və həmçinin bir şey də nəzərinizə çatdırım. Bizdə olan modellər baxın, həm arxası yazılı modellərdir, həm də ki üzəri qaşlı modellərdir. Yəni bunların belə deyək, bazarda və yaxud da digər yerlərdə variantları çoxdur. Bizdə olan keyfiyyəti məhz həmin o keyfiyyətli model, amma qiyməti münasibdir. Cəmi pərakəndə qiyməti 15 manat təşkil edəcək. Topdan qiymət isə olacaq 10 manata. Topdan qiymət 10 manat Bulqari həmən ilan saat çeşidləridir. Burada həmçinin digər fərqli çeşid saat modellərimizdir, bəli. Bunların isə topdan qiyməti 5 manat olacaq, pərakəndəsi isə 7 manat təşkil edir. Burada da fərqli yenə rənglərlə formalarda olan çeşidlər var ki, bir ondan yuxarılı fərqli çeşidləri var. Çeşidlərimiz çoxdur, bəli. Çeşidimiz də çoxdur, sayımız da çoxdur. Ən çox tələb olunan modellərindən biri mineli qolbaq, kələpçə modellərimizdir. Rəngləri gördüyünüz kimi çoxdur, çeşidlərimiz çoxdur, həmçinin saylarımız da mövcuddur. Yəni topdan müştərilərimiz narahat olmasınlar, rahat şəkildə qrupumuza qoşulub məhsulların satışını eləyə bilərlər. Sayımız da çoxdur, həmçinin çeşidlərimiz də gördüyünüz kimi çoxdur. Topdan qiyməti? Topdan qiymət olacaq bu məhsullarda 4 manat. 4 manat. Bəli. Bunların həmçinin burada fərqli modellər var. Fərqli modellərimiz, bəli. İrəlidə var, gəlin onları da göstərək. Bunların enli modelləri də var burada. Bəli, bunların enli modelləri isə burada olacaq. Zəhmət olmasa yaxınlaşaq. Baxın, burada da çeşidlərimiz təkrar qeyd elədiyim kimi çoxdur. Bundan əlavə olaraq sayımız yenə nə qədər istəsəz var. Yəni müştərilərimiz qorxmadan, çəkinmədən məhsulların paylaşıb WhatsApp statusunda, həmçinin TikTok və Instagram digər sosial şəbəkələrdə paylaşım edib, mağazamıza yaxınlaşıb və yaxud da onlayn şəkildə sifarişlərini verib, belə deyək, yararlana bilərlər. Satdırılma da var ki, şəhər daxili və regionlara qeyd etdiyimiz məbləğlərdə minimal alış məbləği var ki, həmən məbləği aldığınız halda çatdırılmalı sizə göndəriş olunur. 40 manat, 50 manat hansı ki bir summa olsun ki, onu göndərməyə bir növ dəysin.
Növbəti Qaldığımız trend yerdən olan davam modellər edək. isə baxın bu sümük qolbaq modelləri olacaq. Sümük qolbaq Bunların material isə olaraq belə mənə də satış maraqlıdır. qiyməti, pərakəndə satış qiyməti 6 manat təşkil eləyir. Topdan isə olacaq 3 manat. Baxın, rəngbərəng, yay üçün ideal olan modellərdir hər biri. Yəni canlı rənglərdir. Ümumi görünüşlərini isə mən sizə bir neçəsini açıb təqdim eləyə bilərəm, baxın. Yayda Belə deyək, xanımların geyimini daha da belə zövqlü edəcək modellərdir hər biri. əsl istirahət, çimərlik və sair kimi mövsümlərdə xanımlar Bəli, bu məhsullardan çox istifadə edə bilərlər. Bunlar da yenə fərqli rəng tonları ilə olan Bəli, rənglərimiz modelləri çoxdur. var. Növbət daha ucuz qiymətə də var. Məsələn, belə modelləri biz pərakəndəsini 3 manata təklif eləyiriksə, topdan olacaq 1 manat 50 qəpiyə. Bu da sümük. Bu da bəli, sümük qolbaqdır. Yəni, rahat şəkildə bunlarda həm də qaralma, yəni belə deyək, məsələsi yoxdur. Çünki Rəng bu dəyişmə bəli, söhbəti. rəng dəyişmə söhbəti yoxdur. Daha sonra aşağıda yenə fərqli üzük modelləri gördüyünüz kimi buradan başlayaraq hamısı üzük modelləridir. Fərqli çeşidləri var. Həm sadə belə tək qaşlı modelləri var, həm qızıl modelləri var ki, yenə Van Cleef-də olsun, digər qaşla olsun, ürəklə olsun. Həm orta yaşlı xanımlar üçün, həm gənclər üçün, cavan qızlar üçün olan çeşidlər var. İstəyir üzük üzüklər olsun, dəstlər olsun, bilərziklər olsun və s. Bunu baxın, bu yuxarı qədiminin abriçalni, həmən xanımlar üçün olan abriçalni modellər. Ölçü olaraq da yenə xırda ölçüdən başlayaraq 16 ölçüdən başlayır 21 ölçüyə qədər. Düzdür, bəzi modellərdə 16 ölçü ola bilsin, olmur, amma yəni var. 16 ölçüdən başlayırıq 21 ölçüyə qədər üzük modellər. Baxın, belə Dior yazılı, həm gümüş, həm Van Cleef-lərin tək belə böyük ölçü ilə olan çeşidləri var. Ürəkli var. Belə fərqli ürəklə olan. Bu modellərdə qiymətlərimiz standartdır. Pərakəndə 7 manat, topdan isə 3 manat 50 qəpik təşkil edir. Daha sonra bilərzi modelləri buradan başlayır. Buradan kələpçələrin fərqli, qızılı və gümüşü kələpçə modelləri. Burada 120 çeşid bizim kələpçə modellərimiz var. Hansı ki, baxın, birini göstəreyim nümunə olaraq. Nümunə olaraq özdə biraz baxın, bu formada belə modellərimizdir. Bunların qiyməti pərakəndə qiyməti 10 manat təşkil edir. Topdan isə 5 manat olacaq. Yəni üzərindəki qiymətin yarısı topdan qiyməti. Məsələsi, keyfiyyətli məhsullardır bunlar. Bunlar hər biri keyfiyyətli məhsullardır. Yəni rəngi tez müddətdə getmir. Olunması şərtdir ki, parfüm suyudur, feyridir, nə bilim, digər yüzü. Bəli, bu kimi vasitələrdən uzaq tutmağımız məhsulu uzun müddətli istifadə etməyimizə gətirib çıxarır. Həm gümüşü rəngi sevən xanımlar, həmçinin də qızıl rəngi sevən model olaraq, yəni belə model olaraq neçə model var? Model olaraq hal-hazırda 120-dən çox çeşid var. 120-dən çox çeşid. 120-dən çox çeşid var ki, bu da daimi hər gün müştərilərə fərqli çeşidləri təqdim edə bilərsiniz ki. Müştəriyə elə əsas məsələ odur ki, yəni çeşid olaraq çox məhsul nə qədər müştəriyə çox təklif eləsək, satışımız da bir o qədər çox olacaq. Bu da bizim topdan müştərilərimiz üçün bir yaratdığımız fürsətdir. Çox sağ olun. Baxın burada yenə bax qızıl bayaq qeyd etdiyim qızıl modellərin, bunların adı nə gedirdi? Pandora. Pandora modellərin bütöv Pandoradır. Baxın bunlar sıralama Pandoradır ki, bilərziklər. Bunların fərqli yenə çeşidləri var. Baxın, Roberto Coin-lə. Roberto Coin-dur. Roberto Coin. Arı pətəyi modeli, hansı ki, dəbdə olan modeldir hal-hazırda. Onu çıxardaq. Bəli, birini çıxardaq yaxın. Elə çəkin çıxacaq bu formada. Bir saniyə. Bunlar da qəşəng görsənir. Birə-bir qızıl modelidir ki. Əsl qızıl abavası yaradan modellərdir hər biri. İndi elə xanımlar ən çox bu modellərdən istifadə eləyir. Oğurlanmasın, kimlərsə yaddan çıxıb hardasa qoymasın. Bunların da fərqli çeşidləri var. Versace, düzmü? Versace, daha sonra nə bilim. Digər modellər. Baxın, ən çox satışı olan modellərdir silsilə modellərimiz. Silsilə modellərinin ümumiyyətlə satışı həmişə dəbdədir bu formada. Qiymətləri isə münasibdir. Sən qiyməti pərakəndə 6 manatdırsa, topdan olacaq 3 manat, 50%. Onlar satış eləyənlər, topdan almaq istəyənlər rahat şəkildə mağazaya gəlməyi tövsiyə edirik ki, hər videolarda gəlib yaxından, detallı özləri baxsınlar və qiymətlər də şablon olaraq standart. Üzərində olan qiymətin yarı qiyməti topdan qiymətdir ki,
nə satıcıya, nə mağaza müdirinə ehtiyac yoxdur ki, burada nəsə soruşub öyrənsiniz. Bu video vasitəsilə gəlsəniz, yəni rahat şəkildə gəlib özünüz baxıb, modellər seçib, yerində də sifarişinizi alıb götürə bilərsiniz. Yəni arxa kadrda da maksimum göstərməyə çalışacağam. Bijuteriya sahəsi elədir ki, yüzlərlə çeşidlər var. Ona görə bir-bir göstərib daha çox vaxtınızı almaq istəmirik. Şahmaran çeşidlərdir. Burada da fərqli çeşid yenə. Çeşidlərimiz çoxdur. Burada da yenə qiymət başlayır. Topdan qiymət 4 manat 50 qəpikdən. Daha sonra növbəti hal modellərimiz, ayaq bağlar. Yenə yay aylarında xanımların yenə istifadə etdiyi vazgeçilməz aksesuarıdır. Qiymətlərimiz pərakəndə 2 manatdan 3 manatadək davam eləyir. Bunların da həmçinin topdan olacaq 1 manat və 1 manat 50 qəpik. Çeşidlərimizlə yaxından siz tanış eləyək, baxın. Həm sadə, həm də belə fərqli rəngli qaşlarla olan modelləri var. Həm gümüşü, həm qızılı rənglə. Topdan qiymət başlayır bu daşlar 1 manatdan 1 manat 50 qəpik. 1 manat 1 manat 50 qəpik arası qiymətlərimiz təşkil edir ayaq bağlarında. Model olaraq da 20-dən çox çeşidlərimiz çoxdur, bəli. Fərqli çeşidləri var. Bəli. Daha sonra bu tərəfdə başlayır dəst modellərdir və bu da yeni gələn, yəni yeni gördüyüm bir çeşiddir ki, yeni tanış olduğum bel kəmərləri. Bunları çəkdiyimiz toplantılarda yadımda qalmır, rast gəlməmişdi, bel kəmərləri. Yenə də bunu paltar üzərindən yay aylarında da yəni əsasən istifadəyə daha çox uyğun olan bir modellərdir. Bunların da baxın burada belə dəniz kombinli modelləri var. Qiymətləri bu modellərin pərakəndə 12 manat. Bu qaşlı və belə deyək, rəngli modellər daha doğrusu. Rəngli modellər 12 manat pərakəndə, sırf sadə modellər isə 10 manat olacaq. Topdan qiyməti isə bayaq müəllimin vurğuladığı kimi yarı qiymətinə nəzərdə tutulub. Burada da 20-yə yaxın fərqli çeşidlər var. Dolce Gabbana marka loqoları ilə olan sadə günəş, kəpənək və sair kimi modelləri var ki, yenə də şəkilləri mütəmmədi olaraq qruplarda paylaşılır. Qiymətdən bir yerdə onlayn satış etmək istəyənlər, mağazalar qrupa qoşula bilər. Oradan da izləyə bilərlər. Orada paylaşılan şəkilləri, videoları siz də öz qruplarınızda olsun, öz statusunuzda və yaxud da Instagram, TikTok səhifələrinizdə paylaşıb, oradan da müştərilərinizə təqdim edə bilərsiniz. Daha sonra kələpçə qolbaqlarımızın baxın burada da seçimləri çoxdur. Həcmli variantlar. Qolbaqlardır bu formada. Həm orta yaşlı xanımlar üçün nəzərdə tutulan modellər, həm gənc xanımlar üçün bir sıra modellərimiz var. Burada da yenə qiymət 4 manat 50 qəpik, 4 manatdan başlayaraq üzü yuxarı fərqli çeşidləri tapa bilərsiniz. Məndən sol tərəfdə isə başlayıb burada dəstlərdir. Və dəstlər də say olaraq həm üçlü dəstlər var. Sırğa üzük dəstləri, həmçinin də qolbaq, sırğa, üzük və bəli beşli dəstlər. Həm üçlü, həm beşli dəstlər var. Gördüyünüz kimi sırğa və üzüklə olan ikili dəstlər, üçlü dəstlər. Burada da yenə onlarla fərqli çeşidləri görə bilərsiniz. Stok olaraq, say olaraq da var. Rahat şəkildə gəlib seçib sifarişinizi edə biləcəksiniz. Yuxarı tərəfdə də yenə ziyafət üçün olan modellərdir, xüsusi günlər üçün nəzərdə tutulmuş modellərdir. Qaşlı modellər. Baxın, əsasən də bunlar fərqli modellərdir. Məndən ara bir soruşursunuz, bu broşlarla bağlı soruşanlar olub. Burada da broşların bir sıra modelləri var. Yeni sifarişdə olunub. Burada say olaraq biraz az qalıb. Broş soruşanlar bir neçə çeşid burada broş var. Burada halqa model sırğalardır. Onu da qeyd eləyək, dəstlərin qiymətini demədik. Dəstlərin qiyməti müxtəlif qiymətlərdədir, belə deyək. Məsələn, minimal məsələn topdan satışla əgər nəzərdə tutulursa 4 manatdan başlayır daha yuxarı qiymətə, amma pərakəndə isə 7-8 manatdan yenə həmçinin başlayır daha üzü yuxarı qiymətlərə təklif olunur. Bunlar hamısı yeni gələn modellərdir. Gördüyünüz kimi hardasa 3 gün, 4 gün öncə mağazaya yeni çeşid məhsullar gəlib ki, elə dünənləri vitrinlərə vurulub. Versace'nin son dəbdə olan, trend olan modeli. Düzdür? Bəli. Son dəbdə olan modeli Versace nə ilə bu? Logosu ilə, Versace'nin teksturası ilə, üzük, sırğa, sonra nədir? Və klon. Və həmçinin belə bir məhsul da var. Versace'nin qolbaqlı modeli. Onu da əlavə eləyək. Bu model isə qolbaqla da təklif olunur. Baxın bu formada. Qolbağı ilə. Bu yəni tam şəkildə, tam dəsti. Qiyməti isə pərakəndə olaraq maraqlanan müştərilərimiz üçün 23 manat pərakəndədir. Topdan isə olacaq 11 manat 50 qəpik.
Bu Versace kimi yeni gələn başqa nə modelimiz var? Yeni modellərimiz məsələn belə bir modelimizdir. Hansı ki qızıl çıxarış olan bir modeldir. Heç də yəni qızıldan fərqlənmir. Növbəti baxın burada belə bir Bulgari modellərimizdir. Baxın 4 bu klondur. Kələpçə qolbağıdır, üzüylü sırğa 1 2 3 4 dördlü belə bir dəst. Dior dəsti. Trenddə olan Dior dəstidir. Pərakəndə 35 manat. Topdan isə 17 manat 50 qəpik. Bunların həm gümüş bu ondan deyil. Bulgari modeldir bəli. O modelin sırf qızıl rəngi var hal-hazırda sol əlinizdə tutduğunuz modelin. Daha sonra baxın belə fərqli çeşidlərdən, görmədiyim çeşidlərdən. Baxın bu əsl bunu xanımlar yaxşı tanıyır bu modeli. Qızıl modelidir. Qiyməti də çox münasibdir. Pərakəndə 9 manatdır. Topdan isə 4 manat 50 qəpiyə. Qızıl istiliyində olan bir modeldir. Qaşlı sevənlər. Baxın belə həm gümüşü rənginə, həm qızıl rənginə. Bunun da qiyməti toptanı 20, pərakəndəsi 40. Üçlü, dördlü dəst. Qolbağla bir yerdə. Növbəti vitrinimizdə gəlir Sırğa modelləri. Sırğa modellərində küpə altılı modellərdir bunlar. küpə gedir də bunlar, düzdür? Yoxsa yapışan modeldə, yəni qulaq. Yəni yapışan modellər bir də sallamadı. Qvozdik çeşidlərdir. Bunların da bunlar çeşidlərimiz çoxdur. Bu formada satılır yoxsa bunu içərisinə çıxardıb bir satılır? Yox, dəst şəkildə satılır. Dəst şəkildə satılır. Qiyməti 6 manatdır pərakəndə şəkildə. Topdan isə 3 manat. Dəst şəkildə, demək, burada dəstədə 6 sırğa var. Hər qulağınıza elə bir 2-2 vura bilirsiniz. Fərqli burada da variantlar var. Kəpənək, ürək. Gənclər yəqin ki bunlardan daha çox istifadə olunur. Tələbə xanımlar, gənclər. Həm kaf modellərimizlə davam eləyək. Kaf modelləri bizdə mağazada çeşid olaraq çoxdur. Həqiqətən baxın buradan başlayır aşağıya qədər hamısı. Kaf nə deməkdir? Kaf qulağın hansı ki qığırdaq hissəsinə taxılır. Xanımlar yəni istifadə edir o məhsulu. Bunlar təkli olur, hə? Bəli, təkli olur. Təkli olur. Yəni çeşidlərimiz çoxdur. Baxın, belə model var hansı ki qulaqda dördlü effekt verir, amma bir məhsuldur baxın. Bir məhsuldur. Qulaqda sanki 4 dənə məhsul və bunlar da qiymət olaraq fərqli 3 manat, 2 manatdan qiymətlərimiz bəli müxtəlifdir. Yəni burada seçimlərimiz də çoxdur. 5 manata baxın belə modellər var. Topdan 2.50 olacaq. Kaf modellərinin bir 100-ə yaxın burada fərqli çeşidi var. Sevən gənclər, xanımlar rahat şəkildə. Yuxarıda da yenə Pinterest modelləridir. Bu tərəfdə də var. Pinterestin bir fərqli çeşidləri burada var. Fərqli rənglərdən olan sırğa modelləridir. Standart, sonra digər mütəmadi, yəni il boyu satılan digər modellərdir ki, sallama modelləri. Fərqli modelləri arxa kadrda da maksimum göstərməyə çalışacaq ki, yenə satışını edənlər rahat şəkildə gəlib yerində seçib alışını edə bilərlər. Hansılar ki, müştəriləri daima onlardan həmin modelləri soruşur, alır. Pinterest modellərinin digər həcmli olan, biraz daha böyük həcmli olan çeşidlər. Bunların qiyməti 8 manat olacaq. Pərakəndə satışıdır. Bunların da içərisində ekskluziv, fərqli olan, yaygın olmayan modelləri indi siz bilirsinizsə göstərəm. Bu modeli də fərqli. Bəli, baxın məsələn bu modellər. Bunlar hamısı yay tonlardır da, yox, belə. Bəli. Krem, yayda daha balıq qulağı rəngi. Dənizin malıdır. Buyurun taxın qulağınıza, gedin dənizdə qəşəng fotosessiyalar eləyin. Sonra mirvari belə daş rəngi, daş kimi də belə olan modellər var. İri xırda çeşidlər daşlarla. Bunların da qiyməti 8 pərakən, toptanı 4 manat. Bunların hamısı burada isə baxın belə qaşlı modellər var, hansı ki ziyafət üçün, yəni xüsusi günlər üçün taxıla biləcək ideal modellərdir. Çeşidlərimiz də baxın buradan belə davam edir. Baxın belə modellər. Bunların da qiymətləri 9 manat 50 qəpik, yəni müxtəlif qiymətlərə təklif olunur. Aşağı hissədə, burada hissədə də yenə dəstlərinizi, qaşlı modellərin vitrin üzərində görə bilirsiniz. Rahat şəkildə burada da baxıb seçimini eləyib alışını eləyə bilərsiniz.
Növbəti isə yayın vazkeçilməz modeli olan Armkaf modellərini təqdim eləmək istəyirəm. Hansı ki, bunların bizdə topdan satış qiyməti 1 manat 80 qəpik, pərakəndə satış qiyməti isə 3 manat 60 qəpik təşkil edəcək. Çeşidlərimiz də çoxdur, baxın. Həmçinin burada da modellərimiz var. Saylarımız da belə deyək, vitrinlə kifayətlənmir, saylarımız çoxdur. Topdan qiymət 1 manat 80 qəpik, 3 manat 60 qəpik də pərakəndə qiyməti. Növbəti məhsulla davam eləyək. Növbəti məhsulumuz nomination modelləri olacaq. Bildiyiniz kimi bunların belə deyək, müxtəlif çeşidləri mövcuddur. Hansı ki, futbol komandalarına, məsələn Galatasaray, Beşiktaş, baxın üzəri belə futbol xarakterli olan modellər, həmçinin baxın belə bayraqlı, Türkiyə bayrağının olan modellər. Bunları bəli, nomination hansı ki bu qolbağın nomination içində 1 dənə, 2 dənə indi o istifadəçidən istifadəçiyə dəyişir. Yəni amma salırsınız, tək də eləyə bilər. Tək də bəli, ala bilərsiniz. Topdan qiyməti bəli 1 ədədinin 1 manat, pərakəndə isə 2 manat təşkil edəcək. Yəni bu 1 ədəd bundan gedir söhbət. Yəni kimsə səhv anlaya bilər. Yəni bunu üzəri işləməlidir, handmade məhsuldur ki, ona görə qiymət olaraq yəni nomination'ın özü 1 manat 50 qəpik idi. 2 manat 40 qəpik pərakəndəsi, 1 manat 20 qəpik topdan qiymət. Bunu da istəsəz indi hansı klub həvəskarısınız fərqli və yaxud da ki, burada baxın belə fərqli modellər var. Hello Kitty-li modellərimiz var, baxın, hansı ki, belə deyək. Formada uşaqlar üçün yay temalı modellər var. Bunlardan istifadə edə bilərsiniz. Nomination qolbaqlara alıb əlavə edib istifadə edə bilərsiniz. Daha sonra burada vitrin üzərində olan dəstələri göstərək sizə. Fərqli bunlar yəni öncə göstərdiyimiz modellərdən fərqlənir burada. Bunların adı nə idi? Roberto Coin. Roberto Coin'in baxın belə böyük klon, sırğa və burada da bunun adı o əslində dəstə daxil deyil. Bilirəm. Bulqarinin əlavə olaraq burada baxın belə boyun bağısı. Marağı, boyun bağısı var. Fərqli burada da yenə vitrin üzərində də və yaxud da öz üzərinizdə taxaraq Swarovski qaşlarla da modellər. Swarovski daşlarla da. Onda qiymət olaraq digərlərindən yəqin ki, biraz fərqlənəcək. Bəli. Baxın burada belə fərqli qəşəng. Toya, xeyir işlərdə, nişanlara, məhərrəmlikdən sonra tələbat daha da artacaq. Belə qızıl modellər var. Sallama belə model var. Bunun adı nə gedir? 35, 17 manat misal üçün bunun 17 manat 50 qəpikdir toplamda. Sırğa, üzük, qolbaq və sep, kolyesi. Van Cleef'in də belə modeli var. Dördülü bir modeldir. Həm gümüşü rəng, həm qızılı rəngdən olan çeşidlər var. Həcmli sevən xanımlar belə modeli var. Son olaraq isə hərif klonları sizə təqdim edirik və inşallah bununla da yekunlaşdırırıq ki, topdan qiyməti 1 manat 50 qəpik. Bütün hərflər var, hə? Bütün hərflər bəli var. 3, 4, 1, 2, yəni ingilis hərflərinin hamısı var. Bütün hərfləri burada var ki, rahat şəkildə gəlib seçimini eləyib özünüz öz baş hərfiniz olsun, övladınız üçün olsun. Baxın belə. Onlar qeyd edeyim ki, həm də boyun bağıya taxılmağına yanaşı qolbağa da taxılır. Charm kimi istifadə edə bilirsiniz. Topdan qiymət 1 manat 50 qəpik, pərakəndə qiymət isə 3 manat. Bu qədər dostlar, maksimum qısa vaxtda məlumat verməyə çalışdıq. Ümid edirik ki, kimlər ki şəhərdə topdan olaraq daha çox çeşidlə axtarırdı bir bujiteri toplantısı, bu favori aksesuarın yeni neftçilər mağazasından gəlib çeşidlərlə birə-bir özləri yaxından tanış ola bilər. Seçimlərini eləyə bilər. Qeyd etdiyimiz kimi həm onlayn satış edənlər üçün, həm mağazalar üçün qrup var. Mütəmməd olaraq qiymətlə bərabər şəkillər orada paylaşılır. Yenə də hər hansı bir əlavə sualınız olarsa əlaqə nömrələrinə əlaqə saxlaya bilərsiniz. Sosial şəbəkə ünvanları var ki, onları da aşağıda qeyd edirik. Onları da rahat şəkildə oradan da yenə də izləyə bilərsiniz. Ünvan Neftçilər metrosunun 5-ci çıxışı Rahat supermarketinin düz yaxınlığında yerləşir. Yenə də çətinlik olarsa əlaqə saxlayıb WhatsApp üzərindən məkan konumunda alıb rahat şəkildə gəlib çıxa bilərsiniz. Kanala abunə olmağı, video bəyənməyi unutmayın. Ətrafınızda bujiteriya satış edən varsa və yaxud da bu biznesə başlamaq istəyənlər varsa da bu videonu həmin şəxslərlə paylaşın, onlar da tanısınlar, faydalansınlar. Aqil bəy və digər
Mağaza əməkdaşları da kim ki yenidən sıfırdan başlamaq istəyir, onlara məlumat, dəstək, tövsiyə baxımından inşallah nə məlumat lazımdırsa verə bilərlər. Bu qədər. Kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.